Salam hörmətli izləyicilər. Sizlə Aqil Rəhimovdur. Bir xatadan qorumaq istəyirəm sizi. Nərimanov metrosunun yanıdır. Deməli, geri dönüş yeri var və dayanırıq, qırmızıya dayanırıq və yaşıl yanacaq. Yaşıl yananda sürücülərin çoxusu avtomobili o dəqiqə sürürlər və qəzaya düşürlər. Niyə? Sağ tərəfdən gələn maşınlar uzaqdadılar, yaşıla girirlər. Bizə yaxınlaşanda artıq onlara qırmızı yanır. Və biz çıxanda o həmin maşınlara dəyə bilər. Və ona görə ehtiyatlı olmaq lazımdır. 1-2 saniyə geç çıxmaq lazımdır. Və ən maraqlısı odur ki, əgər qəza olsa, baxmayaraq ki, siz yaşıla getmişsiniz, günahkar siz olacaqsınız. Çünki yaşıla girən avtomobil yol ayrıcını boşaltmalıdır da. Bax, fikir verin, göstərirəm indi sizə. Göstərirəm. İndi yaşıl yanacaq. Bir verin. Gözləyirik. Yaşıl yanacaq. Oradan maşınlar uzaqdan gəlirlər. İndi yaşıl yandı və fikir verin, yaşıl yanıb amma maşınlar davam edir hərəkət etməyə və siz onları buraxmalısınız. Buraxmasanız qəzaya düşə bilərsiniz. Diqqətinizə görə çox sağ olun, özünüzü qoruyun.